Hava kəskin soğuyacaq. 3 günlük xəbərdarlıq edildi. Qar və sulu qar yağacaq. Bakıda və Abşeron yarımadasında fevralın 4-ü 6-sında havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Fevralın 4-ü gün ərzində 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Report xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i səhərə qədər hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 4-ü 6-sında bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.